Deməli, 2-də sözlərdən hansında hərflərin sayı səsin sayından bir vahid azdır. Hərfin sayı az olsun deyir. Yəni ki, səs artımı baş verir. Burada elmsiz sözünə baxırıq. Burada l ilə m-nın arasına i sayıtı əlavə olunacaq. Elmsiz. Sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur deyir. Yenə səs artımından söhbət gedirsə, burada müxtəlif cinsli samitlərə baxacaq və özündən sonra da samit olsun. Deməli, hökmlü sözündə. Hövsələ sözündə dəyişmir, hökməndə, hökumət, yerdə qalanlar olduğu kimi qalır. Sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Səs artımı baş verməlidir. Hökmdar sözü yerdə qalanlar olduğu kimi qalır. Yenə səslərin sayı hərflərin sayına bərabərdir. Yəni, nə səs artımı, nə səs düşməli olmalıdır. Təbiidə i-nin biri düşəcək. Ədəbiyyatda da y düşür. Təbiətdə və faciə sözlərində ortasına y əlavə edəcək. Cavab B variantı. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır? Yəni, səs düşümü baş verməlidir. Yadınızdadırsa, s-t birləşməsi yadınızdadırsa, özündən sonra samit gələndə düşəcək. Üstdə, üstdə demirik, üstdə 1. Sonra turistlər 5, sərbəstlik və dostluq. 1, 5, 8, 9. A variantı. Adiləşmə sözünə baxırıq. Adiləşmə sözünün fonetik xüsusiyyətlərlə bağlı tələffüz edirik. Adiləşmək. İlk formasında. Vurğu son heyecan üzərindədir. Bəli. Və yadınızda saxlayırıq ki, hərflər biz yazıya görə aparacaq. Ahəng, heca və vurğunu yerdə qalan prosesləri tələffüzə görə aparacaq. Adiləşmək sözündə vurğu son hecada doğrudur. Ahəng qanuna tabe deyil, bəli. Çünki a ilə i bir yerdə işlənib. İlk sayit uzun tələffüz olunur, bəli. Sözdə g samitinin cingiltili qarşılığı var deyir. Üzr istəyirəm, kar qarşılığı var. Yəni, k samitindən söhbət gedir. Amma bizim sözümüzdə də k yox, ih samiti olduğuna görə cavabımız D variantı olacaq. 2 qarşılığı olmayan samit l ilə də m-dır. Bənövşə sözünə baxırıq. Bənövşə. Necə var? O cürdə tələffüz edirik. Tərkibində dodaqxana sait yoxdur deyir. Dodaqxana ö var ki. Sonra saitlərin heç biri uzun tələffüz edilmir. Doğrudur, yazışa deyişi fərqlənmir. Hamısı açıqdır, bəli, saitlər incədir. Və cavabımız olacaq A variantı. Şərq şünas. Tələffüz olacaq şərq şünas. Şünas. Şərq şünas. Şərqşünasda nə deyir? 3 hecalıdır. Baxırıq. Ə, ü, a. 3 dənə sait varsa hecamız da doğrudur. Və q samitinin kar qarşılığı k-dır. Burada nə yanlışdır? Biz dedik ki, sözün tələffüzünə baxacaq. Burada da q samiti olmamalı. Normalda yer əksik yazılmalı ki, sözdə k səsi var, o onun cingiltili qarşılığını soruşa bilərdi və yaxud da ki, deyə bilərdi, q'nın kar qarşılığıdır. Bu tərzdə desə doğru olardı. Burada cavabımız B variantı. Ahəng qanunu pozulub. Saitlərdən ikisi açıqdır deyirsə, ə ilə A, biri qapalıdır Ü. Hərflərlə səslərin sayı da bərabərdir. Nə səs artan var, nə də səs düşümü var. Füzuliyanə sözündə burada Ü uzanacaq birinci Ümüz və anə yanədəki də uzanma var. Bu sözdə bir səs uzanması yox, 2 səs uzanması olduğuna görə cavabımız D variantı. Məzuniyyət sözündə deməli nə olacaq? Y-nın biri düşəcək. Məzuniyyət. Mə uzanacaq və y-nın da biri düşəcək. Sözdə cingiltili samitlə başlayıb kar samitlə bitir, düzdür. M cingiltili t kardır.
Saitlərdən biri uzun tələffüz olunur. Bəli, məzuniyyət sözündə uzanma var. Sonra sözdə hərf və səslərin sayı bərabər deyil. Bəli, çünki y düşüb. Sözdə 4 zamitin qarşılığı var. Deməli, t, y-nın biri, bir dəqiqə. Aha, burada t-dır, y-nın biri və z 3 dənədir. Bu hissəyə də mən toxuna bilmirəm. Ekranımda şey var, çat düşüb deyə. Deməli, z, bir də z 3 dənədir. Niyə? Çünki y-nın biri bayaqlar burada düşmüşdür. Sonra vurğu son heyecanın üzərindədir. Bəli, məzuniyyətdə də vurğu son heyecanın üzərində olduğu üçün cavabımız D variantı olacaq. Zəhimli sözündə isə zəhimli i əlavə olunacaq. Çünki sonu müxtəlif cinsli qoşa samitlə bitən tək heyecalı sözlərə samitlə başlanmış şəkildə artırdıqda tələffüzdə sayt artıracaq. Ahang qanuna tabedir. Bəli. Həm açıq, həm qapalı sayt var. Doğrudur. Söz deyir, hər üç heyecanın tərkibində. Biz heyecanı nəyə baxarıq dedik? Yazıya baxarıq. Bizim yazımızda neçə sayt var? Ə və i. Düzdür, 2 dənə sayt olduğu üçün 2 heyecalı. Bu sözdə 3 heyeca yoxdur. 3 heyeca tələffüzdə göstərə bilər. Amma biz yazıya baxarıq. Qayalıq və çiçəklik sözündə qayalıq burada x-ya keçəcək. Burada da çiçək ikə, lik. 2 dənə ih. Yəni 2 dənə ih səsimiz özünü göstərir. Bizdən deyir, ortaq fikir deyil. Saytlər uzun tələffüz olunmur. Qayaqlıq və çiçəklər. Bəli, səs uzanması yoxdur. Yazışı və deyilişi arasında bir fərqli məqam var. Qayaqlıq sözündə bir fərqli məqam varsa da, amma çiçəklik sözündə isə 2 fərqli məqam var. Bu ortaq xüsusiyyət olmayacaq. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Dialoqda y artıracaq, rübaidə y artırılacaq, dostluqda t düşəcək, təəssüfdə də ə düşəcək. Şücaət, bəraət, qiraət bu kimi sözlər idisə, yadınızdadırsa izah eləmişdim. Orada düşmə prosesi olmur. Yəni, yenə burada deyir, səslərin sayı hərflərin sayından azdır. Yəni, səs düşməsi baş verməlidir. Burada bəşəriyyət sözü olacaq. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Hərflərin azı yenə aşağı, yəni səs düşümü olmalıdır. Əl açıq sözündə 2 əl, əli, açıq sözündə əl açıq. O əl açıq adamdır. Əl açıq. Aydındır, bu tərz olacaq. Dövriyyədir, müayinədir, dəhşətdə səs dəyişməsi baş vermir, amma rəis sözündə y əlavə olunur. Mətbəə sözündə qoşa ərlərdən biri düşəcək, digəri isə uzun tələffüz olunacaq. Yazışı və deyilişi fərqlənir. Doğrudur. Qarşılığı olmayan cingiltili samit işlənmişdir. M-dır. Hərflərlə sayılar bərabər deyil, deyir. Hərflərlə səslər bərabər deyil, bəli. 3 eyni sayt səs var, xeyr. Biz səsdən söhbət gediriksə, mətbəədə 2 dənə eyni sayt olduğu üçün cavab Y variantı. Məşğuliyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirlər müəyyən edin deyirsə, məşğuliyyətdə yenə y-nın biri düşəcək. 2 açıq, 2 qapalı sayt var. 2 dənə açığım ələrimizdir, qapalılarımız i ilə ü saytidir. Üzr istəyirəm, u-dur. Deyilişi ilə yarışı fərqlənir, bəli, y düşdüyü üçün. Vurğu 4-cü heyecan üzərinə düşür. Məşğuliyyət axıra düşür. 1, 2, 3, 4, bəli. 5 cingiltili samit səs var deyir. Baxaq. M, G, L, Y. 5 yox, 4. Çünki Y samitinin biri düşdüyünə görə burada 5 dənə yox, 4 dənə olacaq. Cavabımız D variantı. Biz demişdik ki, əgər sözün sonu belə deyək, A ilə bitərsə, ona bəzi şəkillər var idi. 7-8 dənə saymışdıq, yadınızdadırsa. Onlardan da biri arzu şəkli idi. Biz bu sözü necə tələffüz edəcəyik? Deyəcək ki, olmuya formasında
tələffüz edəcəyik. Aha. Deməli, olmaya deyirsə bizə nə soruşacaq? Ahəng qanunu gözlənilir. Bəli, gözlənib. O, U, A. Bəli, hamısı qalındı. 2 dənə açıq sait var. Açıq O və A. İkisi də açıqdır. Vurğu son hecanın üzərindədir. Olmaya. Burada olmaqdamı, olmaya deyəndə buradakı maməmiz nə idi? İnkarlıq olduğu üçün vurğu birinci hecanın üzərinə düşəcək. Samitlərdən yalnız birinin kar qarşılığı var. O da ki, ik. Y-ni nəzərdə tutur ki, ikdir. Saitlərdən biri dodaqlanmayandır. Bəli. Biri. Biri. İkisi isə dodaqlanandır. Bəli. A dodaqlanmır. Amma o ilə U dodaqlanır. Cavabımız burada nə dedik? Vurğu son hecanın üzərinə yox. C variantı birinci hecanın üzərinə düşəcək ki, çünki buradakı mamə inkarlıqdır. İnkarda vurğu qəbul etmir. Bucaq ölçən sözünə baxırıq. Biz Q səsinə nə demişdik? Özündən sonra sait səs gələrsə Q kimi tələffüz olunur. Özündən sonra samit gələrsə və yaxud da ki, heç bir səs gəlmirsə X kimi tələffüz olunacaq. Biz burada nəyə baxacaq? Ö saitinə. Deməli, bizim burada bucağı Q olmalıdır. Ölçən Q-ya keçməlidir. Və görürsünüz, burada da tələffüzü göstərir. Tələffüzümüzdə də Q samiti yoxdur. X samiti, daha doğrusu üzr istəyirəm, Q samiti var deyə və Q samiti X samitinin cingiltili qarşılığı. Bu formada yazsaydı doğru olacaqdır. Cavabımız D variantı. Brilliant deyilir. Deyilişinə yaraşı fərqlənmir. 3 hecalıdır deyirsə yanlışdır. Çünki brilliant. 2 dənə saitimiz var. İ və A. Ona görə də cavab C variantıdır. Üzürlü sözü də yenə sözün sonu qoşa samitlə bitən tək hecalıdır. Samit artırılıbsa biz bura nə edəcəyik? Sait əlavə edəcəyik. Tələffüzümüz üzürlü formasında olacaq. Düzdür? Üzürlü. Deməli, 2 hecadır, bəli, amma 3 dənə sait səs var. Doğru fikirdir. Hərf və səslərin sayı bərabər deyil, bəli, çünki bir dənə biz bura sait əlavə eləmişik. Ahəng qanunu gözlənilib, R və L samitlərinin kar qarşılığı yoxdur. Bizim sözümüzdə nə olmadı? L samiti yoxdur. Aydındır, yazılışda var, amma biz böyük transkripsiya göstərirsə, mötərizə içərisində varsa, orada biz nə görmürük burada, belə deyək. Bax, nə görmədik? Bunu dəyişəcəkdim bu arada. Aha, bax, burada nə görmürük? L yoxdur. R samitidir deyə, ona görə cavabımız olacaq D variantı. Meeting. Tələffüz meeting. K varsa burada da səsdə Q samiti yazıla bilməz. Ona görə cavabımız B. Mən yerdə qalan variantları izah eləməyəcəm. Çünki əsas səhvi deyəcəm. Vaxt itkisi də olmasın. Yerdə qalan, yəni özünüz oxuyacaqsınız, görəcəksiniz düzgün fikirlərdir. Munis. Səs uzanır. Munis. Birinci sait səs uzun tələffüz olunur. Doğru fikirdir. 2 hecalıdır. Ahəng qanunu gözlənilmir. Bəli, çünki U qapalı, I incədir, qalındır. Belə deyək, 2 sait səsin qarşılığı yoxdur. M və N. Yarışla deyişi fərqlənir deyirsə, munis sözündə fərqlənmə yoxdur. Səs uzanması, bu səs uzanır. Bax, bu uzanma deyilişlə yarışı fərqləndirmir. Küskünlük sözünə baxırıq. Tələffüz küs, gün, nük. Küskünlük sözündə kar qarşılığı olmayan samitlər işlənmişdir deyir. Bəli, N-larım kar qarşılığı olmayan samiti. 3 dənə kar samitim var. Deməli, baxırıq. 1 kar samit, 2 S, 3 dənə kar samitim var. Və 4 dənə də cingiltili olmalıdır. Yoxsa 3 dənə? 1, 2, 3 dənə cingiltili, düzdür. Sözdə samit cütlüyü yoxdur. Samit cütlüyü yoxdur deyirsə, samit cütlüyümüz var.